Salam əziz tələbələr, qarşıdan yeni il gəlir, ona görə də yeni ilə aid bir məsələ ilə 2024 mart ayının 10-na düşmüş sualla işimizə davam edək. Sualın şərtində deyilir ki, bir şam ağacımız var, o mərtəbələr şəklində düzülüb və mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnib. Bu bizim şam ağacımızdır. Mərtəbələrimiz nömrələnib. 1-ci, 2-ci, 9-cu mərtəbəyə qədər. Və budaqların sayı da ədədi silsilə əmələ gətirib. 2-ci və 8-ci mərtəbədəki budaqların cəmi 18-dir. 9-cu və 5-ci mərtəbədəki budaqların sayı 8-dir. Bizə ən alt mərtəbədəki, yəni A9-cu belə deyək ki, mərtəbədəki budaq sayını istəyir. Birinci addım, qeyd edim ki, açıq suala düşüb 2 qat bal gətirir. A9 çıx A5 bu 4D-ni verir. 4D 8-dir, deməli D2-dir, silsilə fərqini tapdıq. Digər tərəfdən ədədi silsilənin əsas xassəsinə görə bu ifadəni 2-yə bölə bilərik. A2 üstəgəl A8 bölü 2 bizə A5 verir. A5 9-dur. 18-i 2-yə böldük. A9-u istəyir. A9, A5 üstəgəl 4D. Yəni 9 üstəgəl 4 vur 2. 17. Məsələ bitmişdir.